Kredit almaq üçün yalnız sahibkarlıqla məşğul olmanın cəzası nədir? Qanunvericimizə əsasən yalnız sahibkarlıq, yəni kredit almaq rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyəti həyata keçirmək niyyəti olmadan məsuliyyət və digər hüquqi şəxs yaradılmasına görə şəxslərin inzibati xəta nəticəsində vurulmuş ziyanın və ya əldə etmiş gəlirin 2 mislindən 4 mislinədək miqdarda cərimə tətbiq edilir. Bundan əlavə, yalançı sahibkarlıq xeyli miqdarda ziyan vurulduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə, şəxs cinayət nəticəsində vurulmuş ziyanın və ya əldə edilmiş gəlirin 2 mislindən 3 mislinədək miqdarda cərimə və ya 6 ədəd müddətə azadlığın məhdudlaşdırılması və ya 6 ədəd müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır. Onu da qeyd etmək lazımdır ki, Cinayət Məcəlləsinin bu maddəsində daha ciddi cəzalarla müəyyən edilmişdir. Siz də bu və ya digər hüquqi məsələlərlə bağlı bizə müraciət edə bilərsiniz.